Salam əziz və hörmətli dostlar. Bir həftə ara verdik və bilirsiniz, mən hər gün bu zamanlar çalışıram ki, olduğu imkanım qədər zorla da olsa bir səfər kitab oxuyum türkcə. Bir həftə bu bimə məsələlərindən dolayı eləyə bilmədim kitab oxuyum. Bu gündən başlayacağım, umud edirəm ki, eləyə bilim kitab oxuyum. Hava da burada çox istiləşibdir. Ərz eləyim ki, çox istiləşib. 28 dərəcə fikircəm olubdur. Umaram ki, eləyə biləm, davam gətirim. O kitab ki, oxuyuruq, onun adı Sümürgənin portresi və sümürgəcilərin portresi ya sümürləşdirənlərin portresi. Kitab Fransızdan tərcümə olubdur və yazar ərz edeyim xidmətinizə görə adı Albert Məmidir, Tunislidir və Fransanın müstəmirəsi olan zaman, yəni Tunis Fransanın müstəmirəsi olan zaman sümürgəsi türkcə olan zaman bu gedibdir Fransada dərs oxuyubdur, sonra da öz vətəninə qeydibdir. O zaman da vətəninə qeydib ki, orada İstiqlal Savaşı gedir və bu kitabı orada yazıbdır. Bu kitab yazılandan bu üzə 100-dən çox məmləkət müstəqil olubdur və əksəri insanlar ki, istiqlal üçün, azadlıq üçün, hüquqi bəşər üçün savaşırlar, ya hətta deyək ki, ziyalı bəhslərə girirlər, roşən fikri bəhs edirlər. Bunların hamısı bu kitabı oxuyublar, bu kitabın içində nə yazıbdır, onu düşünməyə çalışıblar və buradan da yol alıblar. Yəni, bu bir vaqiiyyətdir. Biz bu kitabın 50-ci səhifəsindəyik bu günləri və son paragrafın, görüm neçinci sətr olar, təqribən aşağıdan desək 6-cı sətrirdəyik. Aşağıdan, səfənin aşağısından 6-cı sətirdə qalmışdıq, oradan davam edirik. Deyirdi ki, tüm aklı başında və sorumluluq sahibi savaşçılar əsla teokrat deyildir. Dünən dedi ki, geçənki cələsi oxuyanda dedi ki, nədəndir bunlar teokratdırlar, yəni dinçidirlər. Bunu geçənki dəfə gördük ki, belə bir söz ortaya gətirdi. İndi deyir ki, tüm ağıllı başlı, yəni o adamlar ki, başları bədənlərinə dəyər, ərzişi var, diri qalalar. Əlbəttə, bunu deyim ki, hər bir diri canlının haqqı var, diri qalsın. Amma burada ağıllı başlı deyəndə deyir ki, yəni onlar ki, fikir sahibidirlər, düşüncə sahibidirlər. İstir bunu desin, yoxsa bu anlamda mən biraz şuxluq üzünə dedim ki, diriliklarına deyər. Tüm birlikdə insanların ötürək. Tüm ağlı başında olan və baxın, ağlı başında olan bir anlamı var. Bu çox ciddi bir məsələdir. O insanlar ki, ağıllarını veriblər dövlətə və təbliğata, brainwash olublar bizim hamımız. Güney Azərbaycanda və İranda yaşayan fars və qeyri-fars millətlərin hamısı istisnası içində çox az olaraq brainwash olublar. Bunların beyinlərin dövlət istədiyi kimi doldurubdur. Onlar da dövlət istədiyi kimi rəftar edəcəklər, əməl göstərəcəklər və əks əməl göstərəcəklər. Bunların ağılları başlarında deyil. Məsəla, Türk kimdir? Türklə niyə düşmənlik edirik? Niyə Azəri deyirlər? Niyə pan-türk deyirlər? Bunları düşünən insan ağıllı başlı. Amma onlar ki, yox, elə dövlət nə deyib, bu da onları deyək, bizə dədəm-nənəm kör deyib, gəlib gedəni vur deyibdir. Onlar ağılları başlarında deyil. Əslində bu söz brainwashlığa deyir. Deyir ki, yəni tamamı o millətləri ki, sümürgə olublar. Hindistan, Kanada. Kanada indi məsələn, nə bilim, neçə ildir istiqlalından geçir. İstiqlal alıbdır, neçə ildir. Amma hala yenə də mələkə buranın mələkəsidir. Və özlərin İngilisə vəfadar bilirlər. Və citizen olanda ona and içirlər. Və ondan çıxa bilmirlər. Diqqət buyurursunuz. Budur ki, brainwash'a işarə edir burada. Onlar ki, ağlı başındadır, yəni onlar ki, brainwash olmayıblar. Onlar və sorumluluq. Onlar ki, məsuliyyət ərəbcə deyirlər. Ərəbcə məsuliyyət, farsca məsuliyyət pəzir.
sorumluluq sahibi savaşçılar. O savaşçılar məsuliyyət daşırlar. Nəyin qabağında? Millətin qabağında. Millətin hüququnun qabağında. Millətin ağlı başına devşirmə qabağında. Brainwashlıqdan çıxartmaq qabağında. Burada deyir, bunlar nə cürdülər? Asla teokratik deyildir. Deyir, bunlar əsla dinçi hakimiyyət dalısıcan deyirlər. İndi diqqət buyurun, bu söz Xumeyni və Xumeynidən yaranan inqilabla çox fərqi var. Mən bəzi məqalələrdə də işarə eləmişəm, Günas TV-də dəfələrcə bunu işarə eləmişəm. Dostlar, baxın, mən bir yazı gördüm. Yazmışlar ki, Xumeyninin, şahın dövründəki tərbiyyəti olan insanlar inqilab yaratdılar. Xumeyninin dövründə olan və Xameneyin dövründə olan insanlar, məsələn, belə bir şey. Diqqət buyurun, bu bir dana səfsətədir və insanları populisti bir şeydir. Yəni, insanlar sevirlər belə bir şey işlər. Çünki Xumeynidən narazıdırlar. Amma diqqət buyurun, görün ki, şah zamanının adamları neyinədilər? Əvvələn inqilab elədilər. Bu bir. İslah bilmədilər nədir? Dövləti islaha tərəf aparmadılar. İkinci bu ki, məsələn, türklər, ərəblər, bəluçlar, türkəmənlər, qəşqayilər, lorlar, ciyləşlər, mazənilər, kürdlər. Kürdlər hala biraz yenə də çox. Bunlar heç birisi öz millətlərini düşünmədilər. Ağılları başlarında deyildi da, hamısı İran və Farsı düşündülər. Qanun əsası yazında heç birisi durub bir ciddi demədi ki, mənim dilim niyə rəsmi deyil? Niyə mən rəsmi millət olmuram İranda? Niyə İran kəsilir millə yazılmır? Heç olmasa bunları ki, deyə bilərdilər. Amma demədilər. Nə olmuşdu dostlar? Bunlar ondan sonra neynədilər? Teokratik insan, məzhəbi idilər da. İnsanları öz baxışlarına, dinə yox ha. Çünki din, İslam adında bir din əgər varsa, o din gərək hər yerdə bir şəkildə ola. Yəni, olmaz ki, məsələn, bu, deyək ki, burada İranda İslamdır, Əfqanistanda bir ayrı İslamdır, Əraqda bir ayrı İslamdır, Türkiyədə bir ayrı İslam, Endoneziyada bir ayrı İslam, Malizidə bir ayrı İslam. Əgər bunun rəngi dəyişilir hər məmləkətə, Misrə, Yəmənə, Suriyə, Libiya, o birisi məmləkətlərə, müsəlman məmləkətlərində bunun rəngi dəyişilir, aşağı yuxarılığı dəyişilir, boynun uzunluğu, qıssalığı dəyişir. Bu İslam deyil bəs. Bu nədir? Bu bir dana ictimai müəssir bir faktordur, bir amildir. Hakimiyyətin əlində bir amildir. İndi görürük ki, İslam ki İranda deyirlər, gəlir iş üstə əvvəl vilayət fəqih mütləqə gətirir. Vilayət fəqih gətirir, yəni mollalar şahlılığı. Həman şahlılıqdır. Bununla şəriət mədarı rəhmətlik və Azərbaycan və türklər müxalifət eləyəndə tamam İran teokratik budur ha. Tamam İran üçün Xumeyninin aşiqləri onu ayda görürlər, Azərbaycanlılar və türklərə həmlə edirlər. Diqqət buyurursunuz, bu o teokratik olmaqdır, məzhəbiçilikdir. Sonra neynirlər? Bunlar öz baxışına görə, hər kəs bunlarına müxalifdir, adın qoyur Furqan, adın qoyur komünist, adın qoyur Tudeyi, adın qoyur Fədai, adın qoyur Mücahid, adın qoyur Türkçü, Azərbaycancı, Türk, nə bilim, şəriət mədarçı, filan, bəhman hamısını edam edir. Yüzlər min nəfəri şah zamanının məhsulları edam elədilər. Ondan sonra gördülər, olmur, biz inqilabı sadir eləyəcək o birisi məmləkətlərə deyə terrora əl vurdular. Misridə rəis cumhuru terror elədilər, Əraqda savaş salmaq üçün pul verdilər, silah verdilər, sonra da ora həmlə elədilər, axirdə bomb qoydular filan, axirdə Səddam Hüseyn cavab verməyə məcbur oldu. Bir savaşa girdik, 8 ildə orada adamlar öldürdülər. Kimlər? Şah zamanı teokratik, dinçi, tərbiyyət olan insanlar, dostlar. Yəni, dinçi tərbiyyət olan şah zamanında cinayət ki eləyiblər, hala davamı var. Bu günləri Əl-Əhvazda, Azərbaycanda, Bəluçistanda, Loristanda, Ciyələkdə, Mazəndə, Türkəmən səhrada, hər yerdə insanlar haqq istəyirlər. Onların haqqını əllərindən verməmək üçün onları qətliam edirlər. Savaşlar indi gördük ki, ələn Əl-Əhvazda bir 10 gün olar, heç olmasa gördük ki, orada o təsliyyətlə deyək buradan ərəblərə çox ciddi bir hərəkat başlanıb, bir inqilab başlanıb, amma Güney Azərbaycanda və türklər oturublar sakit. Mən bu günləri dostların birinin yazısı gəldi əlimə, çox təəssüfləndim. Deyir ki, Panfarsın nəf'inədir biz dursaq ərəblərdən himayət eləsək və dursaq ayağa. Çünki bizim bir stratejimiz yoxdur. Bizim omqe, diqqət buyurun, görün, adam nə qədər brainwashdır. Adam deyir ki, bizim omqe stratejimiz budur ki, indi sakit olaq. Dostlar, bunlar o adamlardırlar ki, ad aparmayayım, bunlar o adamlardırlar ki, bir növ hakimiyyətə bağlıdırlar.
Beni o çox dərin brainwash olublar. Milli mənafeyi bilmirlər, stratejini bilmirlər. Bizim stratejimiz Fars stratejisindən fərqlidir. Bizim stratejimiz millətimizə görədir. Millətimizin istiqlalına görədir, haqlarına görədir. İndi hər zaman ki bizim düşmənimizin düşmənləri qalxdı ayağa, ya düşmənimiz öz içində bölünməyə başladı, o bizim nəfimizədir. Biz o zaman gərək ayağa qalxaq. Çünki o zaman eləyə bilirik bunu yıxaq. Amma o zaman ki bir iddə insanlar, dostlar, baxın görün biz bir insanları ki bunlar rejimə bağlıdılar, millidilər, ya brainwash olublar. Baxın, milli insanla fərqi ilə brainwash olmuş insanların və İran hakimiyyəti və Fars hakimiyyətinə yaxın olan insanların tanımaq yolu. O yerdə ki bizim düşmənimiz zəiflir və biz onu rahatca yıxa bilərik, ya çox sədmə vura bilərik, onda bizə deyirlər sakit olun, indi yaxçı deyil, biz duraq ayağa. Biz dursaq pəhləvi gələrik üstə, biz dursaq bunlardan pisi gələr üstə. Bunlar qətlən inanmayın. Bunlar məndən də Azərbaycançı olsalar, məndən də türkçü olsalar inanmayın. Bunlar strateji bilmirlər, ya da bilsələr rəsmən Farsın stratejisini, panfarsizmin stratejisini aparırlar qabağa və bizə əzmaqdan ötürü çalışırlar. Diqqət buyurdunuz dostlar. Pəs burada da bunu da yaxşı dedi, teokratik deyildir. Teokratik insanlar, dinçi insanlar dünyanın hər yerində iş üstə gəlsələr adam öldürərlər. Qurun Ebusda, qaranlıq orta yüzilliklər. Qurun Ebusda ərəbcə sözdür. Türkçəsi qaranlıq 100 illiklər, ya da ki 100 illik deyək ki, qaranlıq çağları. Türkçəsi doğrusu bu olar. Qaranlıq çağları. Qaranlıq çağlarda kilisa həm dini getitmişdi, əlində idi, həm də siyasi qudrəti getitmişdi, həm də ordunu getitmişdi, həm də şikəncəni getitmişdi. Yəni tamam, hər şey bunların əlində idi. İstədikləri adam, hər kəs bunlarla müxalif idi, onlara bir möhür vururdular, bir ad qoyurdular, edam edirdilər, yandırırdılar, zindana. Həm elə eyni də indi İranda gedir. İranda inqilabdan bu üzə, 57-dən bu üzə deyək ki, ən azı 100 min nəfər edam olub. Ən azı 100 min nəfər mən deyirəm ki, edam olub. Bəlkə biraz az, biraz çox. Amma yəni o qədər edam eləyiblər ki, amar olmadığı üçün deyə bilmirik. Qədimki tarixi yazarlara bənzir də. İndi ki, bilmirik nə qəddi deyirik, çox olubdur. Çoxu yuxarı ədəd demaqla göstəririk. Bu bunun nə ki, bu ədəd düzdür. Bu ədəd yəni çoxdur. Məsələn, biz bilmirik ki, İnqilabdan bu üzə vaqəən bunlar 100 min nəfər edam ediblər, 1 milyon nəfər edam ediblər. Amma 100 min deyəndə ya 1 milyon deyəndə ədəd özü mənzur deyil, çoxluğu mənzurdur. Qədim yazılarda da dəqiqən bu anlamdadır. Ondan sonra savaş salıblar, Əraqla dedim İran arasında. Gediblər Misridə terror eləyiblər, Ənvər Sadatı. Gediblər Ərəbistan-ı Suudidə Allahın əmn evində müsəlləhanə inqilab eləyiblər, orada adam öldürüblər. Diqqət buyurursunuz. Ondan sonra da Suriyədə, Libidə, hər yerdə desəz bunların əlləri var adam öldürməkdə. Əraqda, Əfqanistanda, Pakistanda, o Pakistanda olan terrorlarda bunların %100 əlləri var. Hətta Türkiyədə çalışlar, Azərbaycanda da savaş salalar. Şükür olsun Azərbaycan dövləti və əmniyyət gücləri çox ağır bunları göz altında tutdular, qoymadılar ki, bu yerə keçsinlər. Ərz edeyim xidmətinizə ki, dostlar, indi deyir ki, pəs bunlar dinçi deyirlər. Dedik ki, dinçilər bu cür cinayətlər elirlər. İndi görək ki, Cumhuri İslamın sonucu nə olacaqdır? Dostların bir gözəl bir mətləb yazıb. Diqqət buyurun, məsələn, Mühacirani Vəziri İrşad İslamiyyə Dövləti İslahat qaçıb gedib Ləndəndə yaşırdı. Bizə tay o da qaçıbdı. Onu bu Əl-Əhvazda olan, Abadanda olan o yıxıntı və orada ölən insanlar və bir həftə İran dövləti ona sakit qalıb, fəqət adam göndərib onları vurun, öldürün. Bir həftədən sonra Tehranda 100 min nəfərlik bir cəşni tutublar. O cəşni tutandan sonra gəliblər, şənlik eləyiblər. Şənlikdən sonra, bir gün sonra deyiblər ki, tamam, biz yekşənbə günü, yəni dünən, bəli, əzayı ümumi elan edirik.
Yəni onlar üçün ən mühümü bir propaganda. 100 min nəfər yığacağıq Azadi stadionuna, orada bir propaganda yapacağıq, brainwashing eləyəcəyik. Bizim indi brainwashing bunu ki dedim, bunu da deyim dostlar. İndi bizim dostlarımızın brainwash olma sistemini sizə göstərdim. O Salam Fərmandeh şüarı ki vardı, yazıblar, surudubular, oxuyublar farslar. İndi bizim Azərbaycan brainwashlar deyirlər, biz onun tərsi, məsələn, onu bir cür eləyək ki, özümüzü göstərək. Salam Fərmandeh, yəni Səttarxan məsələn. Salam Fərmandeh, yəni məsələn Atatürk. Salam Fərmandeh, məsələn, yəni Pişəvəri. Salam Fərmandeh, yəni Xiyabani, məsələn. Yəni onu gətirək bu tərəfə. Amma əməldə nə edirlər? Əməldə o surudu, o sistemi yayırlar. Yəni bizim insanlarımızda əgər onu oxurlarsa, hangi əksi qoyursunuz ora? Onu yaradanın siz nəfqinə brainwash edirsiniz insanları. Bu da brainwash olmağın, yenə də dedim, o paniranistlığın bir bölümü də buradan çıxır eşiyə. Hər halda bunu keçək. Bu hərdən bəzi şeylər də zehnimə gəlir, istəyirəm ki, bunları da o brainwash olmaqda ya teokratik məsələn mənası dedik. Teokrasi, yəni dinçilərin hakimiyyəti, amma siyasi hakimiyyəti. Ki, eləyə bilərlər, fətva verə bilərlər. Dedik, bunlar fətva verirdilər və hər kəsi İranda məhkum elədilər. Bu günləri Əfqanistanda Daişçi deyirlər, hər yerdə deyirlər Daeş, dadaş. Əziz dostum, bunların hamısı İrandan getmədi. Bunların hamı, İxvanül Müsliminin bundan işi yoxdur. Bəzən İranda təhlilçilər ya da bunlar İxvanül Müsliminə bağlıdırlar. Yox. İxvanül Müslimin iş üstünə çıxmayıbdır ki, siyasi olaraq əlində bir büdcəsi olsun, bir gücü olsun, bu fikir daşısın, müxtəlif millətlərin içinə, orada da ordu yaratsın, bomb versin, filan eləsin. Bu İran dövlətidir ki, bu şiəlik, fars şiəliği fikrin daşıyıbdır millətlərin içinə və orada insanları ya şiə eləyəcəm, ya da öldürəcəm. Çünki İrançılıq şiəliq əsasındadır və xüsusən mən bu son günlərdə də bir dənə video gördük, mən də onu paylaşdım. Orada bir pan-İranist şah zamanında vəzirdir, ehtimal verirəm. Deyir ki, bizim siyasətimiz budur. O qət ərəblərdən öldürək ki, ərəblər qorxuya düşsün. Dəqiqən dostlar, bu siyasət ki, orada o tərif eləyir, dəqiqən o sözdür ki, mən qətl-am mənasından demişəm sizə. Yəni, qətl-amın mənası, mən dediyim mənanı orada görürük. O adam onu deyir. Qətl-amda öldürməzlər ki, öldürək adam məsələn qutarsın. Yox, öldürərlər ki, o dirilərin canına qorxu salsınlar, onlar təslim olsunlar. Bu da adam onu deyir dəqiqən. Bu həm brainwashdır, həm də qətl-am mənasıdır. Tamam. Yürəklərində, deyir bu teokratik adamların da yürəklərində, orada dünən dedi ki, keçən cələsədə dedi ki, insanlar bunlar niyə dinçidirlər? Onu deyir ki, onların ürəklərində, yürək, həman biz deyirik ürək, ürəklərində, dərinlərdə özgürlüyü gerçəkdən sevər və kutsal sayarlar. Deyir, bunlar ürəklərinin dərinliklərində, dibində biz deyirik. Ürəyinin dibində, bunlar dərinliklərində özgürlüyü, yəni azadlığı. Özgür, sərbəst olmaqla biraz fərqi var. Özgür insan hər şeydə özgürdür. Hər şeydə özgürdür və düşüncədə filonda. Sərbəst bir camiə ya bir toplum, o toplum ki, bir ayrı topluma bağlı deyil. Biz buna ərəbcə istiqlal deyirik. İranda istiqlal tanınır. Bu olur, fərqi oradadır. Yəni, siyasi olaraq sərbəst olursan, bağlı olmursan bir ayrı dövlətə, amma özgür insanların özü yaşamalarınadır, infiradidir. Özgür bir millət demirlər, sərbəst millət deyirlər. Çünki millətlərin bir çoxunun beyni yıxanılır. Və ən böyük beyni yıxan sistem dövlət sistemləridir. Fərq eləməz bunu dostlar. Mən hətta bir Kanadalı dostumuzla da danışırdım. Ona da dedim, o da qəbul elədi bu fikri. Mən demirəm ki, o alimdir, mən aliməm, bunu da. Amma mənim düşüncəm belədir. Mən öz düşüncəmin danışıram. Heç kəsin düşüncəsindən difa eləmirəm və cavab da vermirəm. Öz düşüncəmə danışıram. Hər kəsə sual sorursa, cavabını verirəm. Bildiyim qədər. Bəlkə də mən iştibah elərsəm, biri məni qane eləərsə, bir dəlillər gətirərsə ki, mən yanlışam, tamam, bunu da qəbul edərəm onu. Amma tamam dünyada dövlətlər insanları, toplumdakı olan insanları karxanaya bənzədirlər. Dövlət bir karxana sahibidir. İnsanlar onun məhsuludur.
bunu soxacaqdı bir filtrə, bir karxanaya, o başdan təhvil olacaq, o şey ki olur. Bizim hər kəsənin dədəsi, nənəsi fərqlidir. Diqqət buyurun. Uşaq deyil, bir dana dədə nənənin 5 dana, 10 dana uşağı var, ya 3 dana uşağı var, ya 2 dana uşağı var. Bunlar bir-biri ilə, nə dədi ilə, nənə ilə birdilər, nə də bir-birləri ilə birdilər. Fərzən deyək, mənlə xanımımın 2 dana insanıq. Nə o dədə nənəsinə bənzir mənim xanımım, nə mən dədə nənəmə bənzirəm. Nə düşüncəmizdə, nə davranışımızda, nə ehsaslarımızda, nə heç zatlarımızda dədə nənəmizə bənzəmir. Xərəmiz bir şeylər götürmüşük ha. Amma dədə nənəmiz əyrıq. Yəni heç kəs deyə bilməz ki, İnsafəli eyni dədəsidir ya eyni nənəsidir. Eyni halda mənim 4 dana uşağım var, 2 dana da nəvəm var. Məsələn, baxıram görürəm ki, nəvələrim də öz damadımla o qızıma bənzəmir. Mənim uşaqlarım da ki 4 dana, 2 qız, biri oğlan, bunlar da nə mənə bənzirlər, nə nənələrinə. Hər kəsən özü bir-birlərinə də bənzəmirlər, ayrı-ayrıdırlar. İndi dövlətin işi nədir? Dövlətin işi budur ki, bu ayrılıqları soxa bir sistemə, o sistemin axirindən ayrı görsənən insanlar olaraq, amma hamımız bir cür fikirləşək. Beynimizi dəyişdirir, yəni buna brainwash deyirlər. Bunun yolu nədir? Uşaqlar olandan bunları Məhdi Kudekə, ondan sonra mədrəsiyə, danışqaha soxacaq, axirdən onlar çıxacaq. Buna bir gözəl karikatur çəkiblər. Karikaturda bir dənə müəllimdir mədrəsədə. Şagirdlər qapıdan girirlər, hamısı qol qanadı var, yarpağı var, başında yarpağı var, qollarında yarpağı var uşaqların. Müəllim bir midad qətliyəndir başı, badəni də, canı da bir midaddır. Yəni bir midad giribdir midad qətliyənə, midad təraşa, yaxşı midad qətliyənə. İndi uşaqlar gəlirlər, bunun yanından keçəndə bu onları soxur bu midad təraşa özünün zehninə. Bu tərəfdən qoyur mizin dalısına. Yəni hamı bənzir bu müəllimə. Müəllim kimə bənzir? Dövlətə. Biz beləsi bir sistemdə brainwash oluruq dostlar. Brainwash mən fikir edirəm ki, beləsi daxı şey oldu. Deyir ki, İnsanlar özgürdülər içlərində, amma içlərin ən özgür şeydir. Gerçəkdən sevər, bunlar gerçəkdən, yəni vaqiiyyətdə. Gerçək, vaqii, həqiqət, ərəbcə sözdür, həqiqət vaqii, gerçək türkçədir. Sevərlər özgürlüyü və kutsal sayarlar və hətta müqəddəs sayarlar özgürlüyü. İndi əgər bir milləti ola, ya bir insani ola ki, özgürlüklə olmaya, dövlətlə savaşmaya. Ağa, əslən belə hangi dövlət olur olsun? Bu dövlət, dünyada dedim, bir dana dövlət yoxdur ki, brainwash eləməyə. Məsələn, Çində brainwash, hamı gərək dövlət istədiyi kimi o başdan çıxışıya. Şimali Koredə o cürsü, şeydə də o cürsü, nədir? Kubada da o cürsü. İranda o cürsü, Fransada o cürsü, Amerikada o cürsü, Kanadada da bu cürsü. Yəni, bir yer yoxdur orada brainwash, dövlət sistemi brainwash olmasın. Onun üçün mən gələn Azərbaycana yazdığım şeydə, manifestdə belə yazmışam. Uşaqlara mədrəsədə heç bir kitab amuzəş verilməyəcəkdir. 14 ya 15 yaşına qədər bunları mədrəsədə oynayacaqlar. Təhcə şey ki, bunlara amuzəş verəcəkdir, əlifbadır, kəlmələri yazmaqdır, kəlmələri oxumaqdır. Əlifbadır, kəlmələri yazmaq, yəni bunlara güc verəcəyik təlim tərbiyyətdə ki, bunlar yazıb oxuya bilsinlər. Amma müəllimin haqqı yoxdur buna cümlə deyə. Cümləni uşaq yazacaqdır, özü. Oyunu, yəni mən beləsi misalda vurmuşam. Deyək ki, məsələn, 1 ton əlifba alacaq, əlifba, plastikdən zaddan. Tökəcək yerə, kilasda, məsələn, hər müəllim gəlsin 100 kilo bundan aparsın, qoysun kilasına. Uşaqlar gələcəklər, buradan əlifbanı götürəcəklər, özləri qoyacaqlar, bir-birini bir dənə kəlmə düzəldəcəklər. Bu düz ya qələt bir kəlmə düzəldəcəklər. Amma bunu oxuya biləcəklər, yaza biləcəklər. Sonra ondan istədiyi cümləni düzəcəkdir. Mən onu sevirəm, mən ondan xoşum gəlir, ondan xoşum gəlmir. Onu yazacaqlar özləri. Onu müəllimə göstərəcək. Müəllim buna deyəcək ki, belə olsa qəşəng olar, belə olsa yaxşı olar. Bu həddə. Bundan izafi yox. Amma necə dedim əlifbanı tökəcəklər, uşaqlar özləri qoysunlar. Müəllim heç zət bunları öyrətməyəcəkdir. Bunlar da hamısı fəqət oynayacaqlar. Hətta o əlifba ilə oynayacaqlar. Bir iddə oynatmalı. Məsələn, deyək ki, hər oynatmalıdan 200 dana, 500 dana alacaqdır. Tökəcək bu mədrəsiyə. Gedəcəkdir, bunları bir-birindən ayırıblar, ayrı alacaqlar. Gətirəcək, tökəcək yerə. Hər müəllim məsələn 10 dana. 10 təlis gəlib töküləcək də hər əslindən deyək, hər oyuncaqdan bir təlis, 2 təlis tökəcəkdir yerə.
Deyəcəkdir uşaqlar, bunları özünüz götürün, bir-birinə yapışdırın, sevdiyiniz oynatmalı düzəldir. Dostlar, baxın, bunun sonucunda bu uşaqlar bunları bir-birinə, məsələn deyirəm ha, bir uşaq görəcəksiniz ki, zehninə bu gəlibdir ki, adamın gözündən bir dana qış çıxsa nə olar? Bu gözə bir dana qış qoyacaqdır. Bunun beyni bu cürsə işlədi. Mənim əgər qulağımdan bir dana qol çıxsa, biri də bu tərəfdən nə olar? Məsələn, boynuz qol çıxsa nə olar? Məsələn, mənim beynim aşağıda olsa, ayağım gözümün yerində olsa nə olar? Taza insanlar bunları zehniləri işləyəcəkdir. Bunlar ixtiratı olacaqlar. Buna Avropada fikri başlanıb da, amma əməli olmayıb Avropada, Amerikada. O da creativity, yəni yaradıcılıq. Siz bu uşaqlara yaradıcılıq öyrədəcəksiniz fəqət. Yəni, müəllim buna deməyəcək ki, adam belə olmaz, adamın başı burada olar, gözü burada olar. Yox. Uşaqdır ki, deyəcəkdir ki, mən istəyirəm adamın gözü harda olsun, başı olsun. Niyə məsələn filan nəqqaş başı çəkəndə, burnu burada kəsəndə, gözləri də çənənin altında çəkəndə buna deyirlər, dünyanın ən böyük hünərməndidir. Amma məsələn bir dənə uşaq bunu düzəltsə deyərlər ki, yox, bu şeydir. Yox, beləsi görməyək. Uşaqlarımızın fikrin azad qoyaq özləri istədikləri kimi yaradıcılıqları olsun. Yaradıcılıqları olsun. Mən məsələn kiçik uşaqlığımda, məsələn deyək ki 6-7 yaşım var, nəqqaşı çəkmişəm bir dana. 6 dana rəngimiz var idi o zaman bizim. Adına deyirlər Milad rəngi. 6 dana rənginə bir dana nəqqaşı çəkmişəm, xoruz. İndi 57 yaşım var. Mən o 6-7 yaşımda çəkdiyim nəqqaşının indi də aşiqiyəm. Bilmirəm nə eləmişəm, amma indi də onun aşiqiyəm. Çünki o mənim 7 rəngdən başardığım idi. Əgər orada mənim əlimdə 100 dana rəngi olsaydı, mən özüm bir dana hünərmən görürəm. Amma mənə o zaman imkan yox idi. Evdəki imkan yox idi, kasıb idik. Mədrəsədə də bu imkan vermirdilər. Müəllim gəlirdi, nəqqaşı çəkin, məsələn, bir dana gül qoyurdu ora, özü ya, məsələn, kitabda var idi, deyirdi, o gülün əksini çəkin, biz də bir gül əksi çəkirdik, məsələn. Ondan sonra da bunu rəhliyin. Məsələn, mənim göylüm istəyirdi, bunu qərə rəhliyəm. Deyirdi, gül qərə olmaz ki, qırmızı olar. O brainwash edirdi məni. Yox, mən istədiyim kimi olar. Bu, onun üçün dünyada gələr biri şey olar, Hollanda olar, laləsi 50 cürə 60 cürə lalə düzəldər. Çünki bu uşaqlıqdan bilib ki, mən istədiyim rəngi yaradaram və onu da millət sevər. Əcib olar. Çox taza olar. Qərə lalə, qırmızı lalə, sarı lalə, yaşıl lalə, hər lalə düzəldiblər. Diqqət buyurursunuz. Bu, o insanlara bu icazəni veririk ki, bu tür şey yekəlsinlər. Bunun üçün dostlar, mən gələn Azərbaycanın təhsil sistemində dövlət brainwashını qəbul eləməyəcəm. Yəni, mən bir dənə manifest, bu hatta başlamışam, deyirəm, bir 6 ay bundan qabaq başladım, bu təsadüf eləyən zamanlar yazmağa başladım. Elə mənim indi weblogıma gəlsəz, bəlkə bunu qoymamışam, adamlar görsün, özüm üçündür, çünki naqisdir hələ. Amma məsələn, orada mən bunu yazmışam ki, amuzuş pərvəriş nədir olacaqdır? Hududən 16 yaşdan o üzə Dəbiristanda, Azadda, mədrəsədə gedəcəklər, bir şey oxuyarlar. Diqqət buyurun dostlar. İndi deyəcəksiniz ki, insaf ələxi şah zamanından biz 12 il ibtidai, 14 il ibtidai deyək də, yəni Dəbiristanın axirinəcən. Oxuyuruq, sonra da danışqah oxuyuruq bir 4 il, ən azı, ya 6 il, ya 8 il, ya 10 il. Bir mədrək alırıq, yenə də savadımız bir yerə çatmır. Dostlar, biz keçən yüzildə oxuduğumuz dərslərin hamısı brainwash idi. Bizə bir şey öyrətməyildi. Bu məmləkət keçən yüzildə bir addım qabağa getməyibdi. Fəqət dünyadan gətirdikləri teknoloji dəyişibdi. Biz dəyişməmişik. Bizim nə düşüncəmiz dəyişibdi, nə iqtisadımız dəyişib, nə ürətimimiz, nə tükətimimiz dəyişibdi. Çünki biz dünyadan fəqət nəf pulu ilə dünənəcən kompüter yox idi, bu kompüter var. Biz də kompüter gətirmişik. Dünənəcən telefon yox idi, biz də telefon gətirmişik. Telefon gəlib, biz də telefon gətirmişik. Yəni biz bir şey düzəltməmişik. Biz fəqət onlar düzəldiblər, biz də onları məsrəf edirik, tükətirik. Bu deyil. Amma Japon nə eləyib, Kore nə eləyib, Cənubi Koredən danışıram. Bunlar gəliblər insanlara deyiblər ki, uşaqları ilə. Məsələn, biz çörək bişiririk, bir belə çörək gedir eşiyə. Sizin nəzərinizdən çörəyi neynəsək az tökərik eşiyə, ya döymərik eşiyə. Hər uşaq
özünə bir məsuliyyət bilir ki, mən buna bir yol tapım. Nə cür eləsək bu çörək atılmaz eşiyə. Nə cür eləsək su az işlənər. Nə cür eləsək filan. Bunlar uşaqlar özləri bunu düzəldirlər. Özü bunu yaşır. Bunu gedir evdə yaşır, yaşadır. Biz nə eləmişik? Biz bunları eləməmişik. Biz sadəcə uşaqları bizə desinlər döktür, bizə desinlər mühəndis, bizə desinlər qoltuğumuza qarpızı versinlər, ikisini də bura. Cənab mühəndis, cənab döktür. Bu mühəndis nə edir? Mən bunu, dostlar, hətta şeydə də dedim, o 79-da zadda ki, zəlzələ oldu bəmdə. O bəmə mən gedəndə də bunu dedim. Mən onda canlı getdim bəmə. Bir gün sonra bizim o günlərdə Zəncanda bir həkim dizəci yox, adı yadımdan çıxdı. O hər halda o Zəncanlı həkimin bir konfransı və seminarımız var idi türkcə orada. Ora getmişdik. Oradan mən o qurtardı, getdim mən bəmə və bəmdə gördüm ki, tamam evlər çıxıblar, hamısı mühəndislər tikəndi. Qədim adamlar ki, yəni o adamlar ki ölüblər, beləsi deyim, düzün desəm beləsidir. Bəmdə ölən adamların hamısı o evlərdə ölmüşdülər ki, %90'ı. O evlərdə ölmüşdülər ki, mühəndislər tikiblər. Amma qədim evlər ki tikiblər, qədim evlər ki bünövrə ilə tikiblər özləri də, onlarda ölənlərin sayı, məsələn bir dənə ailədə deyək ki, 5 nəfər adam var idi, biri ölübdü. 4'ü diridir. Çoxu yıxılmayıb ya birazı yıxılıbdı. Bizim mühəndislərimiz budur. Bu brainwash sistemi. Fəqət bizi brainwash eləyiblər. Bizdən bir İranlı yaradarlar, bizdən bir Fars yaradarlar, bizdən bir İrancı yazarlar, bizdən bir nəcatpərəst yaradarlar. Dostlar, mən bu günlər zahirən getdim bu cür bəhslərə. Qoyun, bunlar üçün mənim gələnki bəhslərimə də razımdır. Ömür olmaz bunları demərəm. İndi deyim ürəyimdə qalmasın. Dostlar, baxın. Bir dənə mərəzçilik gəlir, dünyada yayılır. Bir məmləkətdə yayılır. Bunun mənbəyini axtarırlar ki, bu hardan bu mərəzçilik yayılıb, başlayıbdır. Məsələn, mən Ruznamə-i Səlamda işlirdim 173-də ya 4-də. Tehrandan gəldim Təbrizə. Təbrizdə gördüm ki, bir iddə insanlar mərizləyiblər, tamam bimaristanlar doludur, adamdan ki, isala düşüblər. İsal ərəbcədir ya şeydir, bilmirəm, farscadır. Fikirəm ərəbcədir İsal. Çünki farsı mərəzçiliklərin adı yoxdur. Əksər mərəzçiliklərin adı ərəbcədir. Ya türkcə. Bizdə bunun biraz mənası şeydir, amma deyim də, hər halda bu bizim kələməmizdir, bizim dilimizdə vardır. Deyirdilər ki, tırıxa düşübdür. Bir yol. Mən bir jurnalistəm da, Ruznamə-i Səlamda istəyirəm, özümə danışıqda dərs oxuram, jurnalistlik oxuyuram. Dedim ki, bunun bir gedək, bir danışaq, görək. Getdim, mən Məhdi Azadi var idi, onda getdim ora, bu mühəndis Peyman cənab, sizin bir arşivizə baxım, görüm ki, bu mərəzçiliyə görə nə var, nə yox falan. Mənə əvəzin ki, arşiv verə, dedi ki, bu işlərə girməyin, bura Tehran deyil, bura Təbrizdir, burada belə bir şeylər olmaz. Durdum, getdim su idarəsinə, yol dedim, mən gəlmişəm buna görə baxam, görüm, neynəmisiz, bir görüm, hardadır, deyirlər, sular aludədir filan bəhman. Durduq, getdik, axtardıq. Su orada görürdük ki, məsələn, mən tapdığım bir dənə it ölüb düşübdü suya və bu su gəlir Təbrizin o zindanın qabağındakı mənbehlərə, cüt mənbehlərə. O mənbehlərdən də yayılır şəhrin içinə. Bunlar dedilər ki, biz mənbəyə dava tökürük və orada da su çoxdur, orada olmaz. Mən dedim, mən düşəcəyəm mənbəyin içinə. Çıxdım onun başından, içəri ilə pilləsi var, yendim, getdim suyun içinə. Gördüm ki, 1 metr 10 sant Ruznamə-i Səlama baxan insanlar görərlər bunu. Mən orada yazmışam, 1 metr neçə sant su var, 1 metr, məsələn, nə qədəri bunun palçıqdır, lığdır, lığ. Tamam, oradan dedim ki, bu əslən ammını mərizlər bu suyun içində 1 metr lığ var. Bunu siz suyu açırsınız, burada, bu gedir millətin, bu mərizçilik bu torpaqdadır, bu torpaq, burada 1000 dana mərizçilik yaradar. Tamam. Bu mərəzçiliyin, o vəba-i şibhi il-torş deyirlər, il-torş vəbasına bənzər mərəzçiliyin kökü oraydı. Sonra ki, bunu Ruznamə-i Səlamda çap elədik. Azərbaycan şərqinin dadqüstərisi bir dənə elamiyyə verdi ki, hər kəs şikayət edir, gəlsin şikayət eləsin, cəriməsini alsın. Millət getdi, getmədi, orası mənə bağlı deyil. Mən fəqət buracan ki,
işim olardı ki, Azərbaycana bu xidmət eləyəm, deyəm ki, burada sizə xiyanət eləyirlər, sizə düz su vermirlər, mərisliğinizin da kökü buradandır. İndi buradan deyirik ki, pəs su vəsiləsi ilə insanların bir çoxu onu içir, müştərəkdir və hamı bu sudan içdiyi üçün hamı bu mərisliği tutur. Bu bunun müştərəkdir. Bəzi vaxtlar görürük, bir dənə mərisliq var, baxırıq, görürük ki, bu məsələn hardan gəlib buna? Deyirlər ki, bu hava ilə getməz. Bu, gərək bir şeylə yiyəsiz ya içəsiz. Baxırıq, görürük ki, su olsa gərək hamma ola, su deyil. Bəs onda bu azalır da, su olmasa ayrı bir şey ola bilər. Baxırıq ki, məsələn, süddür. Bu günlərdə ya filan günlərdə süd məriz imiş, onlar ki, bu südü içiblər, məriz deyiblər. Bu da bunun kökü olur. İndi bu iki misalı vurmaqdan dostlar, gətirirəm bura. Biz görürük ki, İranda türklü, farslı, ərəbli, bəlusu, türkəməlli, qəşqaylı, rollu, ciydəkli, mazəni, kürtlü hamımız istisnası içində yoxdur. Tək adamları çıxın çıxar. Amma millət olaraq hamımız, İranda yaşayan insanların hamısı bir dənə mərisliq durublar. O da nəcat pərəstlikdir. Nəcat pərəstlikdir. Və o da İrançılıq nəcat pərəstliqdir. Bunu baxıq görürük ki, hardan gəlir bu? Mərisliq hardan bizə? Buna rəvanşinasi bəhslərində ya psixoloji, psixoloji dediyimiz elmdə bu onun mövzusu, onun mərisliğidir. Bu döktürdava buna verə bilməz. Bunu rəvan pezişkə gəlsə sizə mümkün ki, bir davalar verər, sizi biraz boşaldar, rahatda da. Amma mərisliği canınızdan çıxartmaz. Bunu gedəcəksiniz rəvankava ya da rəvanşinasa. O rəvankav, rəvanşinası, xüsusən rəvankavlar axtaracaq görəcək sizin bu zaman zehninizə keçibdir bu mərisliq. Nə qədər dərinləşib sizin canınızda, düşüncənizdə, ağlınızda olan məlumatınız nə qədər buna bulaşıbdır. Bu hardan gəlir dostlar? Bu da dildən gələr, sözünə. Yəni, nəcat pərəstlik əl ilə deyil. Yemaqla olmaz, içmaqla olmaz, iyləmaqla olmaz, baxmaqla olmaz. Nəcat pərəstlik qulaqdan eşitdiyimiz sözlərlə olar. Və dediyimiz sözlərlə də yayılar. Biz bu mərisliği hər kəs farslaşıb, o mərisliği tutub. Hər kəs farslaşmayıb, o mərisliği tutmayıbdır. Yəni, bir iddə ərəb var, bir iddə bəluç var ki, bunlar dərs oxumayıblar. Bir iddə türk var, bir iddə türkəmən var, bir iddə qəşqayı var, bir dənə lor var, ciylək var, mazəni var ki, bunlar dərs oxumayıblar, farslaşmayıblar. Bunlar nəcat pərəstlik bilmirlər nədir? Nəcat pərəstlik eləməzlər. O birisi millətləri təhqir eləməzlər. Əgər bir nəfər gəlir deyir ki, Əfqanlılar əşadılar, farslar əfqanlıdılar, ya hindilər əşadılar, farslar hindilidilər. Bu adam o mərisliği tutubdur. O mərisliği türk dilində bu cür bir şeylər olmadığı üçün, bu amuzişləri biz görmədiyimiz üçün, dövlətimiz olmadığı üçün bu bizim mərisliğimiz deyil. Bu fars dilindən gəlmə bir mərisliqdir. Pəs fars dili sözləri, indi ya bir fars bunu öyrədə ya kitabda oxuyasın, fərq eləməz. Bu sözlər özləri bir viruslara, bir mərisliqlara, bir duyğulara, bir ehsaslara aludədir. Mən deyəndə mərisliq virus deyirlər, bəlkə mənzurum məsələn influenza virusudur ya koronavirusudur. Yox, o deyil. Bu sözlərin özünün içində bir iddə mənalar var, bir iddə düşüncələr, ehsaslar, duyğular var ki, onlar bu mərisliği bizdə yaradır və yekəldir. Hər dəfə ki, o kəlmələri biz istifadə edirik, bu mərisliq içimizdə qanatlarını açır. Nə qədər türkləşsək, nə qədər farsı dilini az işləşsək, belə bu mərisliği içərimizdə boğmağa çalışırıq. Öldürənmirik. O bizim içimizdə. Dostlardan biri bir gözəl məqalə yazmışdı, sağ olsun. Cənab Kərimzadə yazmışdı ki, bu Təbriz, Bakı, Ankara... Yox, o yox. Azərbaycan bizimdir, Əfqanistan sizindir. Belə bir şey. Yazmışdı ki, bu dəqiqən o anlamdadır ki, biz nəcat pərəstdik. Dəqiqən o şüarı veririk ki, farslar verirlər. Doğrudur bu. Biz dəqiqən o şüarı burada veririk ki, nəcat... Yəni biz deyirik ki, biz mərizuq. Biz mərizuq. Amma biz bunu bilirik. Biz türk olaraq bilirik ki, biz mərizlədiblər bizi. Fars dili ilə, fars ədəbiyyatı ilə, fars kültürü ilə, fars dili ilə də kollən. Biz brainwash olmuşuq. Hər sahədə brainwash olmuşuq. Biz o birisi insanları eyni fasllarda aşağı görməyə çalışırıq.
Yəni istəyirik bir millətə yaxşı o bizdən düşməndə onu aşağılamağa çalışırıq. Dostlar, illəti bu ki biz keçən yüzildə istemarda qalmışıq və indi cəsarətimiz yoxdur, inqilab eləyək, duraq ayağa, millətimizi istiqlal aparaq. Bir dəlili budur ki, biz özümüzü ağıllı bilirik. Deyirik və biz hamıdan ağıllıyıq. Olan ağıllı olsaydıq özümüzü qutarardıq da. Ağıllı olsaydıq dövlətimiz olardı da. Ağıllı olsaydıq fürsətdən istifadə edib farsları yıxıb dövlətimizi qurardıq da. Bəs biz ağıllı deyilik. Amma bizə deyiblər ki, eyni farslılar da, siz üstünsünüz, sizin ağlınız çoxdur, İranlısınız, İranlıların ağılları dünyada çoxdur. Olan dünyada hər kəsin IQ-su 100 olsa, deyirlər ki, bu mütəvəssit adamdır. İranlıların IQ-su, yəni beyinlərinin gücünün qudrəti 84-83-dür. Yəni, 6-7 dənə dəşək olsa kodən olar. İranda bəzi uşaqlara deyirlər, kodən göndərirlər mədrəsələrinə. Ələ sərir hamıları, mütəəssifanə. Təqribən İranda yaşayan millətlərin hamısı beyinləri keçən yüzildə günü-gündən kiçilibdi. Yavaş-yavaş gedirik biz şey olaq. Monqol deyirlər də rəvanşinası elmində buna. Monqol olaq. Yəni, o uşaqlara bənziyək ki, qiyafələri zadları da biraz əcibdir bizim nəzərimizə ha. Biraz dalıya qalıblar ha. Onlara bənziyək. Dünyada millətlər 110, 120-dən, 130-dan, 140-dan danışırlar IQ-lar. Biz 82 yox, dünyada özümüzü ağıllı bilirik. Bir dənə millət ki, onun IQ-su 82-dir, 83-dir, 84-dir, 85-dir. Təqribən bu ağıl qüvvəsi çox zəifdir. Biz türklər də ki, İranda yaşayırıq, bunun için yox, dostlar. Farslar bizdən ağıllıdır, çünki bizi idarə edirlər. Necə bir səğir uşağı böyük adamın əlinə verərlər, böyük babası. Məsələn, İranda deyirlər ki, filanca səğirdə evlənə bilməz. Yəni ki, məsələn, sinni yetişmir, böyle ki, malın saxlasın, ya evlənsin, ərə geçsin filan bəhmən. Səğir, biz bir səğir millət ol. Əqlimiz yoxdur, özümüzdə olamayaq. Özümüzdə olamayaq. Milli mənafeyimizi bilmirik. Ha zaman qalxacaq, ayağa dövləti yıxacaq, onu bilmirik. Biri də budur ki, biz işləməkdən acığımız gəlir. Farslar deyiblər ha, nədir? Eşcək işlər. Məgə xəri adam xar bokare. Adam gedir, döktür olur, mühəndis olur, şirdə vəzir olur, döktür, nə bilim, idarədə işləyər. Dünyada bir dənə mühəndis tapanmasız Kanadada, Amerikada ki, idarədə oturan miz dalısında. Mühəndisin işi budur ki, xariclərdən çox işləyəcək. Siman qatacaqdır, əgər saxtaman mühəndisidir, bənalıq eləyəcəkdir, divarı düzəldəcəkdir, hər şeyi kontrol eləyəcəkdir, sübdən axşama palçığın içində olacaqdır. Mekanik olsa gedəcəkdir, o işlə, o birisi mühəndis, o birisi üstünə, o birisi üstünə. Bizdə belə bir şey yoxdur, mühəndislər döktürlər, hamısı istə gedirlər, dövlət sistemində işləyələ istihdam olalar. Brainwash bu qədər olmuşuq. Çünki biz dövlətin nökəri olmağı çox istəyirik. Hər halda, ikinci bu ki, bizə iş öyrətməyib, deyə bizə işin iftixarı yoxdur. Məgə traktori tohin istirəli ha. Yəni sən istir deyək ki, yəni sən niyə işlirsən, traktorsan? Kanadada da nə yazır? Rezümə yazır ki, mən iş istirəm, deyir ki, I am hard worker. Yəni mən özüm deyim, mən özüm buradan heç olmasa deyək, onun yerdən iş tərəxəst eləmişəm, ya işləmişəm. Hamısı I am hard worker. Bəziləri yazırlar ki, I am hard worker as horse. Mən bir at kimi işləyəm. Burada atlar var, çox güclüdürlər. Türkiyəyə gələn dostlarımız görə bilərlər. İranda bu atları mən görməmişəm. Çox yekədilər. Məmuli atın 2 qatı yekədilər. Ayaqlarının biri mənim başımdan çox yekədir. Ayaqlarının o nalı olan yeri. Çox yekədir yəni. Çox əcib güclü atdılar. Onların da gücü ilə şeyi hesablarlar. O maşının zadın gücü onların gücü ilə hesablarlar. Bizimki atlar qaçırlar, onlarla yox. Onlar bir miqdar qaçandan sonra yıxılarlar, lörərlər. Onları çox qaçırtmazlar. Onlar nazdılar. Onlar fəqət şeydən ötürü, müsabiqədən ötürü. Onlar çox da şey eləməzlər. Hər halda, dostlar, biz işdən də qaçırıq deyə. Fədakarlıqdan qaçırıq. Bir də fədakarlıq, mən niyə fədakarlıq edeyim? Həmsaya dursun, o dursun, onun uşağı dursun, mənim niyə uşağım dursun? Bizə bu fikri gətiriblər. Buna deyirlər individualizm, fərdiyyət. Bizi mübtəla eləyiblər, bir-birimizdən qırılmışıq. Milli mənfəət bilmirik nədir? Çünki bir-birimizdən qırılmışıq. Hər kəsən mən
fəqət öz bölüşümü saxlayım, mən fəqət sərvətlənim. Bax, nə cür olur mən pul qazanım. Bu işi düşünürük ki, mən özgənin pulun əlindən ala bilirəm, çek verə bilirəm, fərşin ala bilirəm, maşının ala bilirəm, qaça bilirəm, oğurluq eləyə bilirəm, ixtilas eləyə bilirəm, mən eləyə bilirəm. Bu yəni ki, biz milli düşüncəmiz yoxdur. Biz infiradi düşünürük, fərdi düşünürük. Dostlar, çox danışdım bu günləri, çalışırdım ki, səhvəmizdən oxuyam. Hələ oxuyayım da, biraz oxuyayım. Yenə də yadıma düşdükcə sözlərim deyəcəyəm, çünki bəzən fikir edirəm ki, adam ölər, bəzi sözləri deməz. Onun üçün deyim qalsın, dostlarımız da bəlkə bir gün qulaq asarlar. Gerçək duyğularını gizləmələrinə yol açan konjunktordur. Deyir ki, bu adamlar ki, dinçiliklərin içində gizdirlər, ya azadlıq, sevərliklərin, dedik da, özgürlük, sevgisin içərilərində gizdirlər. Deyir ki, bunlar şeydirlər, gerçək duyğularını gizləmələrini yol açan konjunktordur. Deyir, o kolli şəraiti ictimaidir ki, bunlar gerçək duyğularını, ehsaslarını içərilərində gizdirlər, eşitəklərə göstərmirlər. Diqqət buyurun. Deyir ki, bu o konjunktordur, məcmui şəraiti ictimai, siyasi, iqtisadidir ki, bu adamlara deyir ki, özünü gizlət. Demə mən dinçi deyiləm, demə mən fulanam. Elə birinin yanına gedəndə deyən mən dinçiyəm. İranda məsələn nümunəsi görürük ki, hamı səqqəl qoyubdu, burasında dağ basıbdı, özünü müsəlman eləyir, namaz qılır, köynəyi salıb üstdən səqqəli qasıb buradan, düyməni buradan bağlır. Yallah gedib deyin, bu adam məsələn mən dinçiyəm. Görürük ki, tamam fəhşələr bunlardan çıxır, tamam oğurluqlar bunlardan çıxır. İşləmirlər, idarələrin vaxtını aparırlar. Millətin vaxtını yeyir idarədə, bu adam özdə deyir mən dinçiyəm. Bunlar hamısı o konjunktor, onları yəni hər kəs İranda çox dinçi görsəniz dostlar, istisnası içində olar, amma az. Hər nə qədər çox dinçi görsəniz, çox hökumətdən rant alır. Çox su istifadəçidir. Doğrudan dinçi deyil. İndi doğrudan dinçilər çalışırlar onlara bənzəməmək üçün. Məsələn, istəyəcək də səqqəl qoyacaq, indi səqqəl hamı qoyur, o səqqələ vurur. Çünki hamı məsələn xanımısını o cür çıxadır, bu o cür çıxatmır. Diqqət buyurursunuz. Bu konjunktordur. Sümürgə kitlələr arasında inanc hala çox güclüdür. Deyir ki, sümürgə kitlələr, kitlə dedik, tudə farsca məna olubdur. O, dedik, futbola gedən insanlar kitlədilər. Çünki bunlar içində döktür var, mühəndis var, karger var, lümpen var, hər şey var. Amma bunlar oradakı şüar verirlər, hamısı bir cürdülər. O timə görə bir şeyləri var, bir duyğu göstərirlər. Bu kitlədir. Oradan çıxıb hər kəsin evinə gedəndə ayrı-ayrı adam olacaqlar. Bir-birlərini xiyabanda görəndə utanacaqlar ki, mən orada bu sözü deyirdim ha. Orada deyirdim ki, məsələn, nəmənəyə davər filan. Bu şüarı mən deyirdim. İndi burada görəndə başımı salacağam əşayə, çünki axı mən bunu demərəm ki, normalda. O kitlə, tudə məsələsidir. Deyir ki, gerçək duyğularını gizləmələrinə yol açan konjunktordur. Sümürgə kitlələri, dedim, Azərbaycan, ərəblər filan, bunlar ki, bu kitlələr, sümürgədə olanlar, yəni, bizlər ki, sümürgə yox, Azərbaycanlar, türklər, arasında inanc hala çox güclüdür. Bizim içimizdə inanc, əlbəttə o zaman, indi bizlərdə Allaha min mərtəbə şükür mollaların gəlməyi ilə sonki inqilabçı olacaqdır, sonki nəsli gələcəkdir. Bunlarda din az. Din çox az adamda olacaqdır. Dinçi olmayacaqlar. İndidən bu görsəniz də deyiblər ki, görünən kəndə bələdçi lazım deyil. Görürük ki, biz camiədə insan arvadlı, kişili, qızlı, oğlanlı heç kəsin, məsələn, o əxlaq ki, biz inanırdıq 10 il, 20 il, 30 il bundan qabaq, 50 il bundan qabaq, onlara heç kəs inanmır və heç kəs yaşamır onu. %1-2'si yaşır onu. Hətta birdən görürsün, yaşlı arvadlar da belə daha onu yaşamırlar. Yaşlı kişilər də onu yaşamırlar. Bu onu deməkdir ki, amma o qədim zamanca bu kitabı yazıbdır. Deyir ki, insanlar, məsələn, inqilabı fərz eləyin. İranın 57 inqilabında olan adamların ağlı yetişər bunları. Mən onu yaşadığım üçün deyirəm. Məsələn, bunlar nə idilər? Bunların içində inanc, dinçilik. İnanc, dinçilik. Bir şeyə Allaha inanırdılar, inqilaba, mollaya inanırdılar. Bu inanc dinçilik deyil ha. Hər nəyə inansız, kommunizmə. O da elə şeydir. Hər nəyə inansız o sizə inancıdır.
Vətən, millətçilik buna. Amma indi bizdə yoxdur. Mütəəssifانə indi baxırsınız bizdə nə vətənçilik var, nə millətçilik var, nə dinçilik var, nə Allahçılıq var, nə insançılıq var, nə əxlaqçılıq var, nə heç nə yoxdur bizdə. Nə kommunistçilik var. Biz belə hür-hürü bir məzhəb millətuq. Biz yelə bağlıyıq. Biz mənə bir şey olmasın. Mən səhər gedim işləyim, axşam arvad uşağımın bərbərisini gətirim. O birisi deyir mənə bir şey olmasın, o birisi deyir mənə bir şey olmasın. Onun üçün bizim millətimizdə görürsünüz ki, zindanilərin sayı bəllidir. Edam olanımız da şükür Allaha min mərtəbə şükür yoxdur. İndi bunu desək ki, yəni bu bizim dalı qalmağımız mənə biraz pis gəlir. Dostlar deyir, bu deyir gedin ölür. Ağa, o insanlar ki, vətənləri, millətləri yolunda ölməyələr, ölmə hazır olmayələr və öldürməyə hazır olmayələr, onlar istiqlalda azad ola bilməzlər. Mən dəfələrcə demişəm, yenə də deyim. Dostlar, demokrasi, azadlıq, hüquqi bəşər, əxlaq, insaniyyət və bir dair qavramı. Bunlar hamısı o zamandır ki, sizin bir 50 illik, 100 illik dövlətiniz ola. O dövlət zamanında siz bunlardan danışa bilərsiniz. İndi ki, siz ərəbləri bağlır, güllüyə ha vurur. Siz orada insanlıqdan danışamazsınız. Demokrasidən danışamazsınız. Onlar için demokrasidən, azadlıqdan, hüquqi bəşərdən, insaniyyətdən, əxlaqdan, fəlsəfədən bunlardan danışırlar. Bunlar heç birisi dövlət qura bilməzlər. Dövlət quran insan öldürməyi gərək başara. Ölməyi də gərək başara. Nə öldürməkdən qorxar, nə ölümdən qorxar. Qəhrəmanlar bunlardır, dostlar. Qəhrəmanlar tarixdə, tarix boyu indi də. Qəhrəmanlar o adamlardakı öldürməkdən qorxmurlar və ölməkdən qorxmurlar. Onlar ki, öldürməkdən və ölməkdən qorxurlar, onlar təslim millətdirlər. Mütəəssifانə bizlər təslim millətik. Biz rəsmən gözləyirik ki, biri gəlsin, bizi qutarsın. Amerika həmlə eləsin. Amerikanın niyə həmlə eləsin? Niyə İranı yıxsın ki, səni qutarsın? Amerikanın nə mənfəəti var? Amerika Güney Azərbaycan müstəqil olsa mənfəəti məsələn 10-da 1-ə yenər. İranda 10-da 10 alır. Yəni İranda 10 millət var da, 10 yerə bölünsə, 10 dana dövlət qurulsa burada, Amerika deyək ki, bunların hərəsindən bir tıqqıl alacaqdır. İndi ki, İranda bunun 10 bərabərini alır, Rusiya da, Çində, hər yer yəni. Hər yer, hətta Türkiyə. Niyə gərək məsələn gələ sənə köməklik edir? Sən özünsən ki, qalxacaqsan, ayağa deyəcəksən, mən millətimi qurtarmaq istəyirəm. Bilirsiniz, mən Səttarxanla müxalifəm. Dünənlərdə bir söz deyirdim, yadımdan çıxmışdı, yadıma indi düşdü deyim. Mən dedim, Şəmsi Təbrizidə, o zaman ki, orada sərdə bir də məqalə yazdım. Məşrutənin bizə olan zərərləri. Adını da qoymuşdum, titri də buydu. Xidmət ya xəyanət məşrutə ya Səttarxan. Be Azərbaycan və Türkiyə. Fikirlərim belə bir şeydir. Verdim Hamid İman oxudu. Və sonra da mənə də vermədi. Bilmirəm məqalə nə oldu, hara getdi, hardan qatardı. Amma mən orada mötəqidim ki, Səttarxanın hərəkatı bizim zərəlimizədir. 79 olardı da, təqribən 78-79 bu hududlarda. 1378-79'da mən o məqaləni yazdım, verdim Hamid İmana. Hamiddir da hər halda adı. Yəni adlar mütəəssifانə yadımda o qədər də deyil. Piyol bilirsiniz Səttarxana görə nəzərimdir. Amma Səttarxan bir dənə qəssab, bir dənə nə deyirlər, bir dənə dünə dedim çodar. Bu əgər çıxır orada savaşır, bir milləti ayağa qaldıra bilir. Bu çünki öldürməkdən və ölməkdən qorxmur. Öldürən və ölməkdən qorxan, zindandan qorxan, şikəncədən qorxan adam, hüquqi bəşərdən yapışan, demokrasidən yapışan, azadlıqdan yapışan insan, bunlar bir millət dövlət quramazlar. Mən iki bir dana milçəyi öldürəmirəm, qorxuram. Mən bir dana milləti istiqlala aparammaram ki. Mən çalışıram insanların zehnin aradan, bunların içindən bir-iki nəfər çıxsın ki, qorxmasın. Desin, ağa, hüquqi bəşər o zaman olacaqdır ki, bizim dövlətimiz ola bizi qoruya bilər. Ondadır ki, biz hüquqi bəşərdən danışa bilirik. Demokrasi o zaman olacaq ki, bizim dövlətimiz ola, biz o dövlət bu demokrasini saxlamağa gücü ola. Yoxsa bir dövlətimiz ola ki, özün hələ saxlayamayıbdır, hər yerdən təhlükədədir, xətərdədir, filandadır, bəhmandadır, demokrasidən danışmaq o bir yalan bir şeydir. Necə ki, İran dəqiqən bu işi gedir. İran deyir, biz hələ dövlət quranmamışıq, hələ zidd inqilab vardır, hələ xaricilər var, filan bəhman var.
O çalışır ki, özünün gücünü gücləndirsin ki, eləyə bilsin, bir yerə yetişsin, bəlkə eləsin. Amma onun içəridəki ixtilafı çoxdur. O əslində heç vaxt bu əmniyyətə yetişməyəcəkdir ki, bir şey olsun. Çünki içəridə bunun özünün türk var, ərəb var, bəluç var, türkmən var, qəşqai var, lor var, cirək var, mazəni var, kürd var. Bunlar hamısı haqlar istəyirlər. O içəridə özü təzaddınandır. Bir dənə təzad yox. İçində müxtəlif güclər bir-birinə savaşdadılar. Onun üçün İran heç vaxt tapa bilməz və heç vaxt farslar demokratik və azad, hüquqi, bəşəri, insani bir sistemə getməzlər. Çünki onda gərək dağılarlar. Yəni, hər kəs deyir, mən İranda qalacağım, 100 ildən sonra, 200 ildən sonra demokrasi İrana gələcəkdir. Bu adam özün sərir. Rəsmən. Tamam. Sözümüz oxu. Sümürgə kitlələri arasında inanc hala çox güclüdür. Bunu diqqətə almaları gərəkir. Deyir, bunu diqqətə almalıdır millət, yəni rəhbərlər. Savaşçılar dedi da, savaşçılar, yəni rəhbərlər. Mən rəhbər haqqında danışmışam, öncüllər. O haqda danışmışam, onun üçün də ona keçməyim. Deyir ki, bunlar nə mənədirlər? Bu, onların dinçi olmağı nəzərdə almalıdırlar. Görürük ki, Pişəbəri rəhmətlik bir kommunistdir. Yəni, sosialist komünistdir da, Rusiyada yaşır və ya Rusiya sistemin difa edir əslində. İttihat Cəmair Şurəvinin. Və görürük ki, bu adam gəlir Azərbaycana gəlirsə, baxır, görür ki, bunlar dinçidirlər. Hətta Pişəvərinin dövlətinin Ayətullah var. Yəni, əgər kommunist olsaydı Ayətullahı nəyə gətirirdi? Çünki o baxır ki, mənim millətimin içində bir dinçilik var, bir inanc var. Mən bu inanca ehtiram gərək qoyam. Onu gətirir iş üstə. Onun üçün işi diqqətə almalıdır. Demokrasi konusundakı bəlirgin kayıtsızlıqlarına gəlincə. Deyir, əgər gəlsək buna ki, görək bunlar niyə demokrasi şeylərinə konusunda, mövzularında, demokrasi mövzusunda bunlar niyə bəlirgin, bir müşəxxəs əndazədə, boyutda kayıtsızdılar, etinasızdılar. Kayıtsız ya qayıtsız qalmaq, yəni əhəmiyyət verməmək, qeydə tutmamaq, önəm verməmək, önəmsəmir. Deyir ki, bunlar görək nədəndir? Deyir ki, tüm qrupların dəstəyinə ehtiyacı duyduqları üçün, deyir ki, çünki bunlar istəyirlər ki, tamam qruplar ki vardı, millətçidirlər, filandılar, qanun əsasçıdırlar, nə bilim, əsli 15-çidirlər, istiqlalçıdırlar, nə bilim, solçudular, sağçıdılar, sərmayədalılar, liberaldılar, filandılar. Bunların hamısının istəyirlər güvənin qazanırlar. Dəstək bunların himayətlərini ehtiyac duyduqlarının, ehtiyacları var ki, onların dəstəklərini qazanırlar. Güclü burjuvazi və torpaq sahibi sınıfları uzaqlaşdırmaqdan qorxmalarıyla açıqlana bilir. Deyir ki, ha belə bunlar güclü burjuvazi yer sahibləri, yəni burjuvazi biraz pullular, yer sahibləri da eyni ona torpaq sahibləri, sınıfları, sınıf təbəqə. Təbəqə xanə ərbab bir zaman deyirdilər, məsələn, onlar. Sınıfları uzaqlaşdırmaqdan, onları deyir, özlərindən uzaqlaşdırmaqdan nə olsun? Qorxmaları deyir ki, qorxurlar ki, onları özlərindən uzaq saxlayırlar. Onun üçün demokrasidən danışmırlar. Onun üçün bu cür şeylərdən danışmırlar. 51-ci səhvəyə yetişdik, dostlar. Bilmirəm nə qədər qalır. Mən burada görə bilsəydim ki, zamanı çox yaxşı olardı. Sahata da baxmamışdım, amma biraz oxuyaq da, görək ki, sürətlə heç olmasa biraz oxuyaq. Amma kafa tutan olgular onun hipotezlərini uyğun gördüyü yerə asla gəlib yerləşməzlər. Deyir ki, amma kafa tutan yəni beyindəki fikirlər, beyinə fikrə yerləşən, kafa tutan olgular, olumlar, ola bilən işlər. Olgular onun hipotezlərini tez bilirik da, yəni qoy baxın bir mən elə bunu baxım dostlar, görüm ki, hipotez nə deməkdir. Yenə də gedirik Həzrəti Google əleyhissalama və orada yazırıq ki,
Qoyun gör, mən bu Google-in özünün şeyi var idi. Ora geçsəm. Yaxçı, Turkish, burada yox. Hipotez dostlar, indi mən əgər bunun tələffüzünü yaza bilsəm. Hipotez. Qalanı cəmdir. Fərziyyə. Tez, hipotez. Mən heç bunu özüm bilmirəm. Hiponla bilirdim ki, tez nədir, amma bu hipotez taza fərziyyə dostlar. Deyir ki, fərziyyələrini. Fərziyyə də bilirsiniz də, yəni məsələn mən indi deyirəm ki, Azərbaycanlılar niyə inqilab eləmirlər? Buna bir cavab axtarıram. Birincisi budur ki, brainwash olublar. İkincisi budur ki, farslaşıblar. Üçüncü budur ki, İran dövlətinə bağlı 2 milyon xariməndi var. Üçüncü budur ki, qorxaq bir millətdirlər. Bunu demişəm, 4 dəfə qətl anından dolayı bunlar bir qorxaq bir millətdir. Dördüncüsü budur ki, şiədirlər. Beşincisi budur, altıncısı. Bunlar o fərziyyət ki, mən fikrim buna görə Azərbaycanlılar durub özlərindən difa eləmirlər. Ya məsələn, gücləri yoxsan, güclü millətlər kimi çalışırlar. Gücü yoxdur dövlət qura, amma deyir ki, acayip demokrasi ola, azadlıq ola. Axı dövlət demokrasinin azadını qoruyar. Çünki bunlar hamısı bir qanun üzündə olar. Əgər sənin dövlətin yoxdursa, azadlıq, demokrasi, hüquq-i bəşər, bunlar hamısı fantezi bir sözlərdir ki, fəqət söz həddində olar gedər. Bəhs elər, üstündə danışarıq, yorularıq, gedib yatarıq. Bu qədər. Əvvəlcə dövlət qurula. Dövlət qurulandan sonra roşan fikirlər gələrlər, hüquqlanlar gələrlər, filsuflar gələrlər, deyərlər ki, tamam, indi hüquq bəşəri biz neyniyək? Azadlığı neyniyək? Demokrasini neyniyək? İnsaniyyəti neyniyək? Əxlaqı neyniyək? Məsələn, Kanadada əxlaq adında bir şey yoxdur. Kanadada qanun var. Hər şeyə qanun var. Və qanun vəzir, nəxus vəzir, nümayəndə məclis tanımaz. Məclisdə nümayəndə o birisi xanımın keçəndə əlin vurmuşdu yanına, kişi nümayəndə xanım nümayəndənin yanına, yansağına əlin vurmuşdu, buduna əlin vurmuşdu. Xanım getdi məclisdə çıxdı, dedi ki, filan nümayəndə əlin sürtdü mənim yanıma. O baş aşağılıq deyildi, kişilərə baş aşağılıq idi. Dedilər, tamam, bundan bizi tamam nümayəndələr hər yerdə gərək üstlərinə kamera qoyalar ki, millət görə ki, bunlar nə iş görürlər. Əgər bir xilaf eləsələr, biz görək. Deyir ki, amma kafa tutan olgular onun hipotezlərinin uyğun gördüyü yerə asla gəlib yerləşəməzlər. Deyir ki, o teorilər onun uyğun gördüyü, yəni o rəhbərlərin uyğun gördüyü, uyğun münasib gördüyü yerlərə əsla gəlib yerləşməzlər. Deyir ki, bir teorilər, məsələn, deyək ki, kommunizm, dinçi bir camiyə yerləşməz. Dedik, bunun da nümunəsi rəhmətlik pişvəri. Solçu sümürgəcinin rahatsızlığı dinməz. Bu, dedik da, Fransada solsuz kəsimi, sonlu kəsimi misal vurur. Biz də onu danışırıq. Deyir ki, sümürgə halkı, solçu sümürgəcinin, solçu dedik da, bu kommunist, sosialist falan, bunların sümürgəçisi, istemarçısı, rahatsızlığı dinməz. Bunların rahatsızlığı dinməz, yəni rahat olmaz, qutarmaz, bitməz, tamam olmaz. Hər an yenidən nüks edər. Nüksün də mənasını bilmirəm dostlar. İcazə buyurun, yenə də burada Google həzrətlərindən soruşaq ki, nüks nə deməkdir? Nüks od edər, qeydər, udkərdən eynindən yazılır ərəbcədə. Udkərdən farsça deyilir. Deyir ki, nüks edər, yəni qeydər. Dalıya gələr. Sümürgə halkın liderləri kəndi birliklərinin dini duyğularını ələşdirməz. Deyir ki, sümürgə halkın, bizlərin də, türklərin məsələn, liderləri, bunların liderləri kəndi birliklərinin, öz adamlarının, öz hizbinin, öz qrupunun dini duyğularını, ehsaslarını
kullanmaq, üzr istəyirəm, eleştirməz, tənqid eləməz. Eleştirmək tənqid. Tənqid eləməz, eleştirməz. Deməz ki, biz şiə deyirik. Biz şiəlikdən çıxmalıyıq. Mənim hizbim yoxdur, bunu deyirəm. Amma normal budur ki, bir hizb baxar görər ki, mənim adamlarım nə tip dedilər. O tipin inanclarına dayan, iş olmaz. Müxalif də olsa, müxalifət eləməz. Dalda da müxalifət eləsə, ələni müxalifət eləməz. Tamam, o da o. Sümürcə halkını, liderləri, kəndi birliklərinin dini duyğularını eleştirməz. Solcu sümürgəci bunu qəbul edəcəkdir. Deyir ki, solcu sümürgəci, istemargər çəp, nə mənə? Bunu qəbul edər. Deyir ki, onlar da bunu qəbul edəcəklər. Dedim ki, nümunə Pişəvəri rəhmətliyi misal vurdum ki, beləsi oldu. Edəcəkdir. Amma onları kullanmaq başqa bir şeydir. Amma deyir, onların düzdür ki, tənqid eləməyəcəkdir. Amma onları istifadə eləyəcək istəkləri yolunda. Mən indi tənqid edirəm, deyirəm ki, şiəlik bizi farslaşdırır. Dünənki danışığımda da dedim ki, hər nə qədər biz çox şeyləsək, şiələşirik, belə fars danışırıq evimizdə. Tamam. Amma təbii ki, biz hər hizb öz adamlarından öz hədəfinə çatmaq üçün istifadə edir. Bu, o kullanmaq bu deməkdir. Örneğin Allah adına yapılan bu duyurular. Diyor ki, Allah adına bir şeyler eşidilir. Ya yazılır, ya deyilir. Onu deyir. Örneğin, misal üçün, Allah adına yapılan, Allah adına görünən bir işlər, biz Türkçe görünən deyirik. Bizim Güney Azərbaycanda görünmək. Falan işi gör. Burada Türkçe'de yap deyirlər. Deyir ki, Allah adına görünən işləri, bu duyurular, bu eşitdiklərimiz. O şeylər ki, Allah adına eşidirik. Məsələn, bir fətva verirlər, falan verirlər. Bunların hamısı. Cihad kavramı, nümunəsi, məsələn, cihad elam olunur. Solcunun dəngəsini bozar. Solcunun, o dinclərin dəngəsini pozar. Onların dəngə dostlar dedik, təadüldə, ərəbcə sözdən gəlmədi. Təadül ərəbcədir, dəngə onun türkçəsidir. Dəngəsi pozular. Onun adamın təadülü dəyə bilmir. Necə ki, sən deyirsən ki, cəhad verirəm, gəlin savaşın. Mütəəssifanə məşrutə tarixindən qabaq, yəni Yaxşehir tarixində, Qacar dönəmində farsların ayətullahları fətva verməklə bais oldular ki, Qacar dövlətinin 2 dana böyük savaşa soxdular. Calibdir ki, mollalar getdilər savaşın birinci top atanda hamısı qeydli qaçdı. Birinci top atanda tarixdə yazılır, mollalar hamısı qeydlər, o ki, cəhad vermişlər, biz də gedirik savaşaq, şəhid olaq, hamısı qeydli qaçdı. Amma Azərbaycanlılar məcbur oldular, qaldılar, savaşsınlar və ölsünlər. Axirdə də Rusiya, güclü Rusiya eləyə bildi ki, gəlsin, Qacar da ona görə müxalifət edir ki, Rusiyanın gücü çoxdur, mən onunla savaşmağa gəlmərəm. Amma sonra da Abbas Mirza gəldi, bir mollaları tapdı, yığdı, dedi, fətva verin ki, biz savaşmayaq, məsələn. Örneğin Allah, tamam, solcu dəngəsini bozar, onların pozar dəngələrini və qorxudar və onları qorxudar. Qorxudar, bizdə qorxutmaq deyirik. Bu tamamen stratejikmi? Deyir, bu bir strateji məsələsidir. Soruşur. Tamamen kolluğuna bu bir stratejikmi? Bu strateji bir məsələdir. Deyir ki, sümürgəcilikdən kurtulan ulusların çoğunun kurtulduqları zaman dini anlayışlarına əkləməyə koşduqlarını ya da polislərinin yasalarının solcu sümürgecinin bəklədiyi özgürlük və demokrasi öncüllərinə pək uymadığını fark etməsi mümkünmüdür? Deyir ki, sual soruşur, deyir ki, əcəba, məsələn, bunlar inqilabdan sonra, sümürgəlikdən, istemardan qutarandan sonra bunların dinçi olmaqları bu solculara nəcür elər? Yəni, onlar nəcür bunu düşünərlər? Bunu istədi desin. Sümürgəçiləşdən, yəni indi yaxşı Azərbaycan türklər sümürgədirlər İranda. Sümürgəcilikdən kurtulandan sonra
bu uluslarda, millətlərində, türklər, İranda, ərəblər, bəluçlar, türkməənlər, bunların çoxu kurtulduqdan sonra zaman dini anlayışlarına, bunların bir din anlayışı vardır da, məsələn, xüsusən bəluçlar çox dinçirlər, əkləməyə koşduqları, deyir ki, bu dinçiliği əkləmək, əlavə eləməyə koşduqları, qaçdıqları, yəni ona tərəf çox gedirlər, hızlı getməkləri, ya da onların polislərinin yasalarının və ha belə yasa qanunlarının solcu sümürgəcinin bəklədiyi, solcu sümürgəci istismarı çəp, solcu istimarçıların gözlədikləri, düşündükləri, bəklədikləri özgürlük və demokrasi öncüllərinə, deyir ki, bu demokrasinin öncül rəhbərləri ya özgürlüğün rəhbərlərinə, azadlığın pək uymadığını, onların gözlədiklərinə uymadı, bənzəmədi, münasib olmadığını farq etmələri, bunu fərq etmələri, yəni baş tapmaları mümkün müdür? Deyir, bunlar baş taparlar ki, niyə belə oldu? Bunlar baş taparlar ki, necə oldu? Bunlar polis dinç oldu, qanun dinç oldu. Bunu. Dostlar, burada qalsın. Mən elə burada əlamət vurum. Özüm də yoruldum. Zərfiyyətim bitdi. Ömür olsa bir ayrı gün buradan oxuruq və davam veririk. 51-ci səfərin düz ortasından qoyduq qaldı. Sağ olun, sağ qalın. Gələn gün görüşmək ümidi ilə Allaha tapşırdım. Hələlik.